Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Qâlel hakim fi mahkemi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, məscidimizin daimi sakinlərinə və səsimizi eşidən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə üz tutaraq əl açıb etdiyimiz duaları ali dərəcədə bizdən qəbul eləsin. Amin. Bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən bərəkətli, ən nurani və xüsusilə Quran və sünniyə istinad etdikdə sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, gəlişi ilə haqsızlığı aradan aparıb haqqı, ədalətsizliyi aradan aparıb ədaləti, zülmü, sistəmi, nifaqı isə aradan apararaq sülhü, əmniyyəti yer üzərində bərqərar edəcəyi gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görməriksə, yaşadığımız müddətdə o gün üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirən bəndələrdən bizləri qərar versin.